Biznes xəbərləri. Davam edir əziz dinləyicilərimiz. Qısa bir fasilədən sonra bərabərliyimiz davam edir və hazırda söz verdiyimiz kimi təbii ki bizim Səma xanım biznes xəbərlərini sizə təqdim edəcək. Bugün görək biznes sahəsindəki yeniliklərdən, nələrdən xəbərdar oluruq. Buyur Səma. 93 FM-in dəyərli dinləyiciləri, hal-hazırda biznes xəbərləri yayımlanır. Coca-Cola şirkəti 1886-cı ildə qurulduğu ilk ildə yalnız 9 şüşə içki sata bilmişdi. Bugün isə gündəlik 1,9 milyard Coca-Cola məhsulu dünya üzrə istehlak olunur. Növbəti xəbərimiz Nike markası qədim Yunanıstanda qələbə tanrıçası olan Nike-dan öz adını almışdır. Şirkətin loqosu olan swosh işarəsi isə bir tələbə tərəfindən yalnız $35 dizayn edilmişdir. Bəli, davam edirik. Maraqlı məlumatlar idi. Düşünürəm ki, dinləyicilərimiz üçün də bu xəbərlər, bu biznes faktları maraqlı oldu. Əziz dinləyicilərimiz, WhatsApp nömrəmiz 055 934 90 93 nömrəsi ixtiyarınızdadır. Bugün mövzumuzla bağlı, inşaatla bağlı qonağımızın suallarınız olarsa, suallarınızı ünvanlaya bilərsiniz. Zaman itirmədən qonağımızı təqdim edək, salamlayaq. Hər gün olduğu kimi, yəni həftənin 5 günü bizim biznesdə öz sözünü deyən, biznesin nəbzini tutan qonaqlarımız olur. Belə ki, bu gün də maraqlı qonağımız var. Belə ki, Arkheda Qrup Təmir Tikinti şirkətinin rəhbəri, təsisçisi və memar dizayner. Bəli, Afa xanım Həşimli bizimlə bugün qonaqdır. Xoş gəlmisiniz. Necəsiz? Xoş gördük. Biraz Afa xanım mikrofona yaxın əyləşək. Siz səsinizi daha aydın eşitmək üçün. Hər kəsə salam. Əvvəlcə təşəkkür edirəm. Sizlə söhbətləşmək, bu mövzuları müzakirə eləmək mənə xoşdur. Çox sağ olun dəvətiniz üçün. Biz təşəkkür edirik. Biz təbii ki söhbətimizə keçid alacağıq, söhbətimizə start verəcəyik, amma qısa bir reklam fasiləsindən sonra günün sualını da təqdim edək dinləyicilərimizə. Hər zaman olduğu kimi bugün də bizim sualımız var. Belə ki, günün sualı: Azərbaycanın ilk texnoparkı harda yerləşir? Cavab variantlarını da istərdim qeyd edeyim. Buyur, səsləndir. Dinləyicilərimiz üçün. Sumqayıt, Gəncə, Bakı. Aha. Bir daha sualı səsləndir. Azərbaycanın ilk texnoparkı harda yerləşir? Sumqayıt, Gəncə, Bakı. 055 934 90 93 nömrəsinə doğru cavabı ilk yazmaqla siz bizdən pul mükafatı qazana bilərsiniz. Davam edirik əziz dinləyicilərimiz. Saatlarımız 13:20-dir. Biznesin nəbzini dinləyirsiniz 93 FM-də və saatın sonuna qədər qonağımızla maraqlı müzakirələrimiz olacaq. Siz də biznesin nəbzi ilə iş dünyasının nəbzini tuta bilərsiniz təbii ki bu saatda. Başlayaq söhbətimizə. Və sponsorlar? Sponsorlarımız var. Əsas məsələ var. Əsas məsələ sponsorlardır. Ona görə də mən istərdim elə baş sponsorumuzdan danışaq. İmzalı markasıdır. İmzalı markası yüksək keyfiyyətli kafel və keramika yapışdırıcıları, dərz doldurucuları, hidroizolyasiya məhsulları, hazır suvaqlar, təmir məhlulları, üzlük və döşəmə materialları və nəhayət termoizolyasiya materiallarını istehsal edir. Odur ki, keyfiyyəti uzaqda axtarmırsınız. Beynəlxalq standartlara cavab verən premium məhsullar artıq hər kəs üçün əl çatandır. Ətraflı məlumat üçün www.imzalı.az saytına daxil ola bilərsiniz. Əlaqə nömrəsi 050 773 77 73 nömrəsidir ki, elə indi əlaqə saxlayın. Bəli, növbəti sponsorumuz Ramaz Travel şirkətidir. Belə ki, Ramaz Travel ilə səyahət indi daha sərfəli, daha maraqlı və daha etibarlı. Dünyanın istənilən ölkəsinə aviabiletlərin satışı, otel rezervasiyası, tur paketlər, transfer, sığorta və viza dəstəyi Ramaz Travel'da. Şirkət təhsil, səhiyyə və biznes turlarının təşkilini də həyata keçirir. Belə ki, elə qarşıdan gələn yay tətilində biz bilirik ki, bu soyuq günlərin müddəti qısadır. Qarşıdan yay gəlir. Ona görə də yaşadığımız fəsil yaydır zaten, yaz fəslidir. Qarışdırma da, yaz fəslindən keçir. Yaz da artıq çox yay oxşur. Bəli, çox hissəsi geridə qalıb, artıq yaya doğru gedir. Ona görə gedirik. düşünürük ki, yay tətilini Ramaz Travel ilə maraqlı və unudulmaz eləyə bilərsiniz. Çünki bizim də bu travel şirkətindən faydalanmışıq. Etibarlı və güvəniləcək şirkətlərdən biridir və hal-hazırda Vyetnam turları, eyni zamanda hansı turlar başqa var? Alaçatı turu var. İstanbulun bütün belə deyərdim də Türkiyənin bütün bölgələrinə turlar var. Yəni təbii ki, sərfəli qiymətlə əldə edə bilərlər. Ən əsası sərfəli qiymətlədir. Ona görə də əlaqə nömrəsini qeyd etmək istərdim. 051
584 2803. Tamam. Təşəkkür edirik bizim dəstəkçilərimizə və digər dəstəkçimiz də təbii ki, Akya Biznesin İnkişafı platformasıdır sponsorlarımız sırasında. Əziz iş adamları, sahibkarlar, siz də yeni dostlar qazanmaq istəyirsinizsə və öz biznesinizi daha geniş kütləyə tanıtdırmaq istəyirsinizsə, Akya Biznesin İnkişafı platformasına qoşula bilərsiniz. Burada 300 üzəri, yəni 300-dən çox iş adamı var ki, məhz burada maraqlı görüşlər keçirilir və siz də burada bu görüşlərdə iştirak edə bilərsiniz. Yəni bir Təşəkkürümüzü sözlə bildiririk. biznes sahələrinə dəstək platformasıdır. Minnətdarıq bizdən. Dinləyicilərimizdən çoxlu sayda suallar var və istərdim ki, biz öncə qonağımızla bir söhbətimizi keçid alaq. Afaq xanım özü haqqında bir məlumat versin, dinləyicilərimiz tanısın. Afaq Həşimli kimdir və inşaat sahəsində artıq neçə ildir fəaliyyət göstərir? Buyurun. Mən bir daha hər kəsə salam. Biraz ucadan Afaq xanım, mikrofona biraz yaxın. Üzrlü sayın həyəcanlıyam. Bir daha hər kəsə salam. Mən biraz özümdən danışım dediyiniz kimi. Əslində bunu hər müsahibədə və yaxud da ki, bütün ortamlarda mən danışıram ki, bizim nəslimizdə deyim, bizim qohumlarımızda, bizim ümumiyyətlə hər bir yaxın çevrəmizdə, hətta uzaq çevrəmizdə belə memar, dizayner və yaxud da ki, təmir tikinti ilə məşğul olan insanlar yoxdur. Siz ilk oldunuz. Mən ilk oldum. Bizimkilərin hamısı ticarətlə məşğul idi. Hətta mənim də niyyətim ticarət idi. Belə bir mini restoran tərzində bir biznesim də var idi. Orada mən də oradan da xoşbəxt idim. Onda mənim 17-18 yaşım var idi, amma yetəri qədər o yaşdakı bir hətta qadın üçün belə yaxşı qazanclar əldə edirdim, artıq tanınırdım. Sadəcə mən fikirləşdim ki, bəs bu sahəyə necə yönəldiniz? Nə oldu ki? Bu sahəyə mən yönəldim, yaradıcılıq həvəsim var idi. Mən həmişə deyirdim ki, zərgər olacağam. Bir şeyləri yaratmağa meylim var idi, amma bilmirdim ki, eşitməmişdim ki, memarlıq deyə. Çünki bizim oturduğumuz uşaq nəyi görür? Birinci ailəsini görür və ailəmizdə heç vaxt dizaynla, təmirdən və yaxud da ki, nəyisə tikməkdən, sökməkdən danışmırdılar. Ancaq hansısa malı hardansa alıb gətirib satmaq. Bu tamamilə sizin yaradıcı ruhunuza bağlıdır onda. Bəli, yaradıcılığa bağlı idi və mən zərgər olmaq istəyirdim. Sonra elə çox uzadıb mövzunu dərinliyinə, o uşaqlığıma enməyəcəm, amma yəni orada təsadüfən bir qrup yoldaşım mənə dedi ki, mən memar olacağam. Mən də çox cəzb elədi ki, hə, memar necə olacaqsa, memar olmaq üçün nələr etmək lazımdır? Təbii ki, dedi ki, əl qabiliyyəti lazımdır, imtahan lazımdır və mən belə bir maraqlı hadisəmiz var ki, əslində onun üçün çox üzülürəm, amma özüm maraqlı oldu ki, o məni apardı ilk dəfə İnşaat Universitetinə. Mən hətta onda heç marşruta minməyi belə bilmirdim. Biz biraz çərçivəli böyümüşük, hər yana maşınla get-gəl, ata icazəsi falan var idi. İlk dəfə evdən xəbərsiz məni apardı universitetə. TGDK imtahanına 2 ay qalmışdı. Mən artıq başqa sahəyə hazırlaşırdım. Getdim elmlərdə o universiteti gördüm, çox bəyəndim. Dedim ki, mən artıq memaram. Və hamıdan xəbərsiz gəldim, bütün imtahanlarımı dayandırdım. Hansı ki, mən 4-cü qrupa hazırlaşırdım. Zərgər olmaq istəsəm belə elə bir fənn filan yox idi. Hamının təkidi ilə qadın ya həkim olar, ya müəllim. Bundan yola çıxaraq mən də həkim olmaq üzrə gedərkən oldum memar və sonra mənə dedilər ki, və mən dayandırdım bütün fənlərimi, hazırlaşdım 1-ci qrupa, evdən xəbərsiz, o pulları alıb o birisi müəllimlərə verirdim, heç birindən xəbərdar deyildilər. Sadəcə mənə dedilər ki, qabiliyyət imtahanı lazımdır və bu qabiliyyət imtahanına görə artıq mən evdə müraciət eləməli oldum, çünki aylıq xərci yüksək idi və zaman da az idi. Onda sağ olsun bacım çox böyük dəstək oldu, ailəmi razı saldı ki, bu burada böyümək istəyir də bu sahədə və mən oldum memar və həmin qrup yoldaşım girmədi. Onun arzusuydu, məni özü apardı, ona buradan çox sağ ol deyirəm, düzə adını unutmuşam. Amma isim hafızam çox pisdir, amma mən oldum memar, ondan heç sonra xəbərim olmadı. Belə başladım sahəyə. Sizi bu cəsarətinizə görə təbrik edirik.
Əslində maraqlı bir tarixçədir və Əslində, eynən. uğur yoldur. İstərdim digər suallarımız da Səma. Suallar varsa, sualları səsləndirək, yoxsa dinləyicilərimiz də maşallah yazıb bizə. Çoxlu suallar var, amma biraz texniki suallardır, təmin sahəsindən bağlı suallardır. Bəli, dinləyicilərimizi bir daha xatırladırıq ki, inşaatla bağlı, inşaat sahəsindəki yeniliklər və problemlərlə bağlı suallarını da dinləyicilərimiz yaza bilər. Amma öncə biz istədik ki, bir Afaq xanımı dinləyicilərimiz tanısın, onun iş sahəsi, uğur yolu haqqında məlumatlı olsunlar. Buyur. Bəli, uğur yol demiş, yəni bir yol varsa orada çətinliklər var. Siz bu çətinliklərin öhdəsindən necə gəldiniz? Çətinliklər hansı çətinliklər idi? Bunlardan danışaq. Əslində çətinliklər hədsiz çox idi, amma cahil cəsarətim var idi. Mən bunu hər ortamda deyirəm ki, cahil cəsarəti nədir? Cahil cəsarəti odur ki, zaten itirdiyim heç nə yoxdur, amma qazanacağım nələrsə ola bilər. Böyük pullar da yatırmamışam. Tək pulu yatırmışam savadıma, universitetə, təhsilimə, proqramlar öyrənməyə, kompüter almağa. Hətta mənim kompüterim belə yox idi, notebook var idi, çox köhnə idi. Mən heç bir render işləri görə bilmirdim və 24 saat yatırdım getdiyim kursda ki, onların kompüterlarından istifadə edeyim, bir portfolum yaransın. Çox çətin oldu, amma oldu. Həm də bunu da qeyd edeyim ki, böyüklərdən üzr istəyirəm, amma mən həmin müddətdə həm də ana idim, həm də övladım var idi, kiminsə ailəsində bir gəlin obrazı idim, kiminsə uşağı idim, kiminsə yoldaşı idim. Yəni ki, mən tək tələbə deyildim. Bəli, tək mən tələbə deyildim. Həm oxuyurdum, həm kurslara gedirdim, həm analıq edirdim. Bəli, bunların hamısı var idi. Çətin idi. Təşəkkür edirik Afaq xanım. Var sual. Sənin sualların çoxdur bir maşallah. Afaq xanımı araşdırmışıq, ona görə bizə maraqlı gəlir. Ən çox hansı layihələr üzərində çalışırsınız? Yəni yaşayış, kommersiya yoxsa sənaye obyektləri? Daha çox yaşayış, çünki mən sevirəm insanların həyatına maraqlanmağı, araşdırmağı. Hətta bəzi müştərilərimə mən sual verəndə ki, məşğuliyyətiniz nədir? Mənə deyirlər ki, bu nəyə lazımdır, niyə soruşursan? Bəzilərinə deyəndə ki, uşaqlarınızın maraq dairəsi nədir? Çünki mən insanları araşdırmağı, onların həyatını maraqlanmağı çox sevirəm. Buna görə də yaşayış kompleksləri, şəxsi həyat. Məncə orada həm də fərqli işlər görmək daha belə deyim, geniş profildir, bəli. Tutamı sənaye və inşaat sahəsindəki işlər standart olur adətən, bəli. Və burada müştərilərin zövqlərindən artıq məcbur olursan ayaqlaşmağa və yaxud da ki, yeni bir belə deyim də müasir zamanımıza görə hansısa bir təkliflər irəli sürürsən. Öz ideyalarımı yansıtdığım, öz ideyalarımı göstərə biləcəyim platformadır yaşayış evləri. Bəli. Bizim indi dinləyicilərimizdən də suallar var. Bizim bir dinləyicimiz 2919 nömrəsindən həm müsabiqədə iştirak edib, salamlayırıq və həm də bizə 2 sual ünvanlayıb. Bir sualı belədir ki, qonağımızı salamlayır. Hansı layihə sizin üçün ən çətin, amma ən maraqlı olub? Belə bir sual yazır. Çətin layihə yoxdur, çətin müştəri var. Yəni mən belə deyim, çünki bacardığımız qədər öz layihələrimizi yerinə yetirməyə çalışırıq və çətinliyi bizi daha da öyrədir deyə, çətin deyə bizə gəlmir. Çətin sadəcə müştəridir və bəzən müştərilər hədsiz çox incitməyə başlayırlar. Bir tək sualları budur ki, əslində biz özümüz bilirik, özümüzün zövqümüz çox yüksəkdir, sadəcə buna vaxtımız yoxdur. Sadəcə qəbul eləsələr ki, biz onları onlardan yaxşı tanımalıyıq və onların funksionallığını qorumalıyıq, yaşadıkları mühiti gözəlləşdirmək bizim məsuliyyətimizdədir. Onda layihələrimiz daha asan olar. Çətin layihəmiz yoxdur, çətin müştərimiz olur. Təşəkkür edirik və digər bir sualı belədir ki, müştərinin istəkləri ilə öz yaradıcılığınız arasında necə balans qurursunuz? Çox çətin. Bu çox çətin sualdır. Bizim müştərilər də ki, doğrudan da çox kaprizli, belə o balansı qoruyub çatmalı. Mənim bir xasiyyətim var. O dəfə bir müştərim hətta mənə dedi ki, siz neçə ildir ki bu sferadasınız ki, mənə yəni mənim işimi götürməməyi seçirsiniz də. Yəni bu nəyin komfortudur ki, siz nə qədər çox pul qazanırsınız ki, mən bir iş deyirəm, siz ondan atqaz edirsiniz. Hə, mən də deyirəm, yəni demək istəyir ki, bu nəyin rahatlığıdır ki, yəni sən nə qədər qazanırsan ki, mən layihəmə atqaz edirsən. Mən də deyirəm ki, siz layihənizdə, evinizdə icazə verməyəsiniz mən öz arzuladığım kimi bir gözəlləşdirim. Bəzi elə layihələr var idi ki, lap əvvəllərdə işə təzə başlayanda. İnanın ki,
bizim Instagram səhifəmizə, sosial mediamıza mən o layihələri yerləşdirə bilmirdim. Çünki buradan bəlkə də özünü də tanıyar əgər eşitsə, təsəvvür eləyin, bu xanımın qızıl rənginə və yaxud qızıl detallara çox marağı var idi. Evdə pərdənin qulplarına belə gold detalları idi. Spotların kənarları belə elə idi. Yəni mən o evi heç cür paylaşa bilmirdim, amma çox yaxın bir dostumun tanışı idi. Məcburən işləmək. Hətta o xanıma dedim ki, mən sizdə dizayner deyiləm ha. Birdən kimsə məni kiməsə deməyin ki, mən evin dizayneri Afaxan. Mən dedim ki, yəni heç kimə deməyin ki, sizin evinizi mən dizayn eləmişəm. Mən sizdə sadəcə vizualizator yəqin oradan heç paylaşım da etməmisiniz. Heç nə. Yəni bəzi evlər var ki, dost tanışlarımızın evləri olur ki, biz onlara atqaz edə bilmirik, amma mən bu gün o rahatçılıqla onu deyə bilərəm ki, əgər o balansı qoruya biləcəyimi düşünməsəm hansısa layihədə, o layihə ilə işləmirəm. O demək deyil ki, mən oradan pul qazanacağam. Sadəcə bilirsiniz, zövq almadığım layihə yaxşı da çıxmır. Digər bir dinləyicimiz yazıb, Afaq xanım 0806 nömrəsindən salamlayır dinləyicimiz və biz də dinləyicimizi salamlayırıq. Azərbaycanda inşaat sahəsinin inkişafı Afaq xanımı qane edirmi? Əslində yox, qane etmir. Bir ara məşhurlaşdı ki, inşaat deyəndə hamı fikirləşir ki, bir ya kürsülü həyət evi, ya ki mərtəbəli villa nəzərdə tuturuqsa, bizimkilər hər dəfə nəyisə tikirlər ya da sökürlər. Məşhurlaşdı bu A-frame evlər, başladı hamı onlardan tikməyə, onlardan satmağa. Yəni heç yenilikçi deyillər. Amma yenə dəbdən düşdü ya, artıq yoxdur. Düşdü, 3 il, 4 il bəli, getdi. 2-3 il Getdi, indi təzədən kapsul evlər gəldi. İndi 1-2 ildə onlar gedəcək. Yəni bizdə kimsə nəsə edirsə, mütəmadi onun belə suyunu çıxarırıq, axırına qədər onun arxasında gedirik. Heç kimin ideyası yoxdur. Hər kəs qaçır o işin üzərinə. Görə pul var, qazanmağı bəli. fikirləşir. Heç kimin ideyası yoxdur. Qalırsan ortalıqda. Yəni Və nəticədə də həmin biznes, qurulan biznes belə deyərdim də, paylanır. Bəli, paylanır və bitir. aktuallığını itirir. Bəli. Təşəkkürümüzü bildiririk. Və davam etmək istərdik. Sizin işiniz kollektiv işidir. Yəni ustalara əsaslanır. Usta Komanda seçimi işi. zamanı nələr diqqət edirsiniz? Əslində usta seçərkən biz heç bir ustanı gedib araşdırmağa nə vaxtımız var ki, görək bir divarı necə səliqəli işləyir ya da elektrikdirsə hansı işləri görür. Təbii ki, bacardığımız yaxşı ustanın yaxşı da qiyməti olur. Bacardığımız qədər ucuz qiymətlərə işləyən və yaxud da ki, yeni başlayan. Əslində mən sevirəm yeni başlayanlara dəstək olmağı, çünki özüm çox çətinliklə başlamışam. Amma çalışdığımız qədər keyfiyyətli işin yüksəkdə qiyməti olur. Bəli. Mən belə baxıram ki, sadəcə ustanın özünə biçdiyi dəyər yüksək olanda bir layihəni işləyirik. Zaten 2 günə bilinir ki, onun əl işi nədir, olmasa da dəyişirik. Sadəcə diqqət elədiyimiz tərəf budur. Yoxlamaq lazımdır. Bir kitabçası yoxdur ki, açım oxuyum ki, bu nələr iş görüb. Elə ev var ki, yaxşı işləyib. Usta belədir də, nastrenası yaxşı olanda yaxşı işləyir. Nastrenası olmayanda özünə qohum verdiyi əqrəbələri dəyərdən ölür. asılıdır da. Hər bir insan öz sahəsinə özünə dəyər verməlidir. Bəlkə ustalar da qiyməti ilə keyfiyyətini göstərməlidir. Düzdür, bazar qiyməti var, bunu aşa bilməzlər. Amma da bazar qiymətinin də aşağısında işləyən ustalarda bu deməkdir ki, hələ ki o deyirlər. Aydındır. Bəs dürüstlük ümumiyyətlə hər bir sahədə əsas başlıca amillərdən biridir. Sizin tikinti sektorunda dürüstlük sizin üçün nə dərəcədə bir anlayışdır? Bilirsiniz, o qədər vacibdir ki, Azərbaycan hələ də Bakı çox balacadır. Əgər sən mən hər hansısa bir layihədə yanlışlıq eləsəm, loru dildə desəm bir kimisi işini görüb pul ya da pulunu əvvəlcədən alıb işini görə bilməsəm və yaxud da ki, keyfiyyətsiz materiallar söz versəm ki, sən kolonlarını, nə bilim, betonunu hansısa markadan istifadə edib, amma daha aşağı marka yerləşdirsəm, nə bilim, armaturları hansısa qalınlıq deyib, yerində fikirləşsəm ki, müştəri gedib kolonu kəsib baxmayacaq ki, bu nə edib. Çoxunun heç buna vaxtı da yoxdur ki, gəlib ərazidə dursun. Amma ikinci işdən sonra heç kim mənə iş verməyəcək. Dürüstlük mənim gələcəyim üçün çox vacibdir. Yəni müştəri məmnuniyyəti bir Bəli, sözlə. müştəri məmnuniyyəti üçün dürüstlük çox vacibdir. Bəs müştəri məmnuniyyətini necə təmin edirsiniz? Sadəcə güvənməlidirlər. Mən həmişə onu deyirəm ki, əgər finalda məmnun olmaq istəyirsinizsə, başda mənə güvənməlisiniz. Şirkət çoxdur, bəs sizi nə fərqləndirir?
Məni fərqləndirən məncə biraz doğruları ən sonda deyiləsi sözləri ən başda deməyim olur. Biz ilk görüşdə hər müştərimlə 100% bir mübahisə yaradırıq. Çünki deyirlər ki, yox mən istəyənlər olsun, mən istəyənlər olsun. Mən də deyirəm ki, onda mən sumkamı götürüm gedim. Onda deyir ki, yox, deyəsən elə siz mən axtardığım adamsınız da. Yəni pula qaçmadınız, yəni işin keyfiyyətini axtarırsınız. Yəni belə balans, yəni orada artıq seçirlər. Həm də ki, indi heç kim uşaq deyilik ki, hamı sosial media dövründə yaşayırlar, gördüyümüz işlər bəllidir, düzdür, başqalarının işlərini paylaşan insanlar da var. Bunu çox bəyənirəm bəzən, dürüst olmasa da inkişaf eləmək istəyir. Belə. Biznesin nəbzi. Bizi dinləməklə mütəxəssislərdən öyrənəcək, səhvlərdən çəkinəcəksiniz. Biznesin nəbzi. Davam edirik, təşəkkür edirik. Afaq xanım sizə maraqlı məlumatları bizimlə bölüşürsüz və dinləyicilərimiz də mesajları yazmaqda davam edir. Mən istərdim günün sualını bir daha səsləndirək. Səma. Azərbaycanın ilk texnoparkı harda yerləşir? Sumqayıt, Gəncə, yoxsa Bakı? Bəli, əziz dinləyicilərimiz, sualı səsləndirmişik və məlumat üçün bir daha sualı qeyd edirik. Amma ilk doğru cavabı yazan dinləyici təbii ki, hədiyyəsini qazanacaq. 055 934 90 93 nömrəsi ixtiyarınızdadır və hazırda Sağlam Radioda 93 FM-də biznesin nəbzini dinləyirsiniz. Qeyd edim ki, həftənin 5 günü maraqlı sahələri əhatə edən iş adamlarını biz efirimizə dəvət edirik və çalışırıq ki, biznes sahəsindəki yeniliklərdən məhz siz dinləyicilərimizi xəbərdar edək. Həmçinin proqramlarımız radioda yayımlanmaqla yanaşı, daha sonra Sağlam Radionun rəsmi YouTube kanalında görüntülü şəkildə də izləyə bilərsiniz, izləməklə dinləyə bilərsiniz. Canlı efirimizi qaçıranlar, dinləyə bilməyənlər, bu şans da sizin üçün var. Mən istərdim ki, biz söhbətimizə qaldığımız yerdən davam edək. Çünki dinləyicilərimizin də mesajları var, bizim də suallarımız çoxdur. Ona görə də istərdim növbəti dinləyici mesajına keçid alaq. 3763 nömrəsindən bir dinləyicimiz yazır bizə, salamlayır və qeyd edib ki, təmir zamanı ağıllı ev texnologiyalarını inteqrasiya etmək mümkündürmü? Afaq xanım, buyurun. Bəli, mümkündür. Bəli, mümkündür. Öyrəşmək biraz çətindir, lütfən. Eyb yox, buyurun. Mümkündür. Çünki hətta indi təmirdən sonra belə biz müdaxilə eləyə bilirik. Bununla bağlı çox yaxşı partnyorlarımız var, işinə güvəndiyimiz insanlar var. Təmir müddətində başlasaq daha gözəl olar, kabellərin çəkilməsi. Hətta indi elə rahatdır ki, evimizə girmədən kondisioneri yandıra bilirik, söndürə bilirik və yaxud da evdən çıxmışıq, ütünü söndürə bilirik əgər qoşulu qalıbsa. Mən çox bəyənirəm, hətta çox da istifadə edirəm, tövsiyə də edirəm. Bəzi köhnə fikirli müştərilər üçün bu qəbul etmirlər ki, bəs onda bizim qadınların işi nədir? Yəni hamısına nəzarət eləsinlər, amma texnologiya inkişaf edibsə, biz bunu niyə öz funksionallığımız, rahatçılığımız üçün istifadə eləməyək. Təşəkkür edirik. Digər bir dinləyicimizdən mesaj var. 6677 nömrəsindən dinləyicimiz yazır. Hazırda ölkəmizdə hansı təmir trendləri populyardır və hansılar sizi belə deyərdim, xüsusi nəzər yetirdiyiniz mövzularda favoritinizdir? Əslində mən özüm üslub olaraq loft üslubunu çox bəyənirəm. Əgər bu bilinməlidirsə, sadəcə loft üslubunu biz mütəmadi yaşayış obyektlərində istifadə edə bilmirik. Çünki hamı bunu bəyənmir. Biraz ofis tərzində, home office işləyən insanlar üçün nəzərdə tutulur. Mən özüm bəyəndiyim üslub odur. Bacardığım qədər gənc ailə görəndə onlara tövsiyə edirəm. Lakin indiki gənclər belə bəzən fikirləşirlər ki, əgər bir evdə çoxlu işıltı varsa, pırıltı varsa, məsələn, çoxlu qızılı görüntülər varsa, lüstralar varsa və gözəldir. Buna görə də təəssüf eləmirəm. Sadəcə çox özlərini tanımadan ya qaçırlar çox klassikaya ya da indi öyrəniblər neoklassika sözünü, neoklassikaya qaçırlar, amma hələ də bəzən özləri bilmirlər. Son bir ildir deyirlər ki, minimalist. Minimalist deyirlər, bizə neoklassik şəkillər göndərirlər. Heç üslub nədir bilmirlər. Buna görə də çalışmaq lazımdır ki, müştərimizə deyək ki, üslubdan danışmayaq.
bəyəndiyiniz şəkilləri göndərin. Ya qonşusunun evini göndərir, ya padurqasının evini göndərir, heç araşdırma eləmir. Əslində Bizdə evin belədir. ölçüləri də burada önəm daşıyır. Daşısa da inanırsınız, yəni bizdə bu yaxınlarda bir hadisə baş verib. Mətbəx çox balacadır və müştərimiz heç ümumiyyətlə mütəmadi evdə qalan biri deyil. Yəni iş o qədər çoxdur ki, ancaq çox axşamlar gəlir. Müştəri çox israr elədi ki, mən ada istəyirəm. Yəni ada mətbəxdə istifadə olunur, mərkəzdə yerləşdirən bir dəzgah masadır. Bəzən biz onun alt hissələrini dolab kimi də, şkaf kimi də, bəzən üst hissəsini qaz plitəsi kimi də istifadə edə bilərik. Amma yer yox idi, sahə yox idi və bu istəyirdi. Məcburən biz standartlardan kənara çıxıb, adanı balacalaşdırıb, adanı minimum sərhədlər, çünki sağdan soldan minimum 90 sm saxlamalıydıq ki, heç olmasa hərəkət istiqaməti olsun. Hətta bir divarda bizdə 70 sm məsafə qaldı, ona razıdır. Mən deyirəm ki, biz burada stol qoyub otura bilib yemək yeməyəcəyik. Deyirəm, yox. Mən ayaqüstə qalaram, amma yəni bu olsun. Bəzən belə olanda artıq bezib müdaxilə eləmirik. Təşəkkürümüzü bildiririk və qeyd edim ki, əziz dinləyicilərimiz, bu gün bizim studiyamızın qonağı, bizimlə bərabər olan Alkrida şirkətinin təsisçisi və direktoru və memar dizayner Afaq xanım Həşimli suallarımızı cavablandırır. İnşaatla bağlı sizin də suallarınız varsa bizə yaza bilərsiniz. Təbii ki, sizin suallarınızı da efirdə səsləndirə bilərik. Qısa bir fasilədən sonra bizim söhbətimiz davam edəcək. Davam edirik əziz dinləyicilərimiz. Qeyd edim ki, proqramımızın dəstəkçiləri var və proqramımızın dəstəkçilərindən biri də İmzalı markasıdır. Evinizin hamam otağı və sanitar qovşağında su sızmalarına son. İmzalı markasının təqdim etdiyi İzopover məhsulu yüksək keyfiyyətli 2 komponentli su izolyasiya materialını indi sifariş edə bilərsiniz. Əlaqə nömrəsi 050 773 77 73 nömrəsidir ki, daha ətraflı məlumatları bu nömrəyə zəng etməklə də əldə etmək mümkündür. Davam edirik suallarımızı, qonağımızla bərabərik və dinləyicilərimizdən gələn sualları istərdim səsləndirim. 6854 nömrəsindən dinləyicimiz yazıb, salamlayır. Ən son hansı texnologiya və ya innovativ yanaşmalardan istifadə etmisiniz? Belə bir sual verib. Təbii ki, əgər bu mebel sahəsidirsə, yəni daha çox mebellərin daha komfortlu ya da ki, mətbəx mebellərinin daha funksional olmağı ilə bağlıdır. Tikintidə, qaba inşaatda müasirlik nə qədər yaxşıdırsa, təbii ki, sürətimizə təsir edirsə, o qədər çox istifadə edirik. Amma ən çox biz bunu edirik daxili interyerdə, daxili mebellərdə, yenilikləri orada yansıtmağa çalışırıq ki, məsələn, hansı ki, əvvəllər bizdə künc dolablar geridə qalırdı, ora əl çatmırdı, uzanmaq lazım olurdu və yaxud da heç oranı istifadə eləmirdi. İndi elə mexanizmlər var ki, və populyar şirkətlər var ki, mexanizm vasitəsilə həmin o dolab gəlir önə və funksionallaşır və yaxud da ki, əvvəllər bütün mebellərin hündürlüyü qısa idi və mən ora deyirəm həmişə kimi ya mişqaları yerləşdirirdik, ya cehizlərimizi qoyurduq. Artıq elə deyil, artıq hündürlüyü tavana qədər eləyə bilirik, amma yüksəyə qalxmaq üçün yenə də mebeldə yaxın bir yerdə ya mebelin içərisindən bir pilləkən kimi nəsə yerləşdiririk mexanizmlər və həm evin görüntüsü çox gözəl görsənir, həm toz yığını olmur, həm də funksionallığı artırır. Belə ən müasir şeyləri bacardığımız qədər yansıtmağa Həyata keçirirsiniz. Efirimizin bu müddətində danışmaq istədik. Ümumiyyətlə bir memarla danışmaq lazımdır layihələrdən. Yəni illik olaraq neçə layihə həyata keçirirsiniz və həyata keçirdiyiniz layihələrin uğur nisbəti nə qədər olur? Hə, bunu mən dünən də belə bir söhbətimiz oldu. Məndən soruşdular ki, nə qədər işləriniz var?
Doğrudan da mən bunu bilmirəm. Bu o demək deyil ki, bunun sayı hədsiz çoxdur ya da hədsiz azdır. Sadəcə mənim heç vaxt istəməmişəm ki, nəyinsə rəqəmini bilim. Bu mənim Özünüz də onu istəmirsiniz psixoloji olaraq. Psixoloji olaraq bu mənim yaşam tərzimdən bağlıdır ki, mən bir şeyin Kəmiyyətdənsə rəqəmini- daha çox keyfiyyətə üstünlük verirsiniz bəlkə də. Bu necə deyim, bəzən insanlar futbola baxanda bu türklərdə var, əslində bizdə çox azdır. Bir totem deyirlər, bizdə adı nədir bilmirəm. Bu da mənim İnanc deyil buna. inancımdır. Bəli. Mən heç vaxt rəqəmlərə baxmıram, amma kifayət qədər özümü inkişaf elətdirə biləcək qədər, komandamızı böyüdəcək qədər ən azından bunu mən göstərə bilərəm öz inkişafımla. Rəqəm deyə bilməsəm də, məsələn, əvvəl dediyim 5-6 il bundan öncə mən kiminsə yanında bir dizayner, memar kimi işləyirdim, fiks bir maaşa işləyirdimsə, artıq Bu gün artıq öz işinizin adamısınız. Öz işimizin adamıyıq, ekibimiz var, komandamız var, yanımızda saysız tələbə yetişir və yaxud da ki, saysız müəllimlərimiz var, artıq böyüyür. Yəni mən rəqəmi belə deyə bilərəm. Hələ müəllim və tələbə məsələsinə toxunmuşkən mən istəyərdim elə buna da bir münasibət bildirəsiz. Siz təmir inşaat sahəsi ilə yanaşı həm də yeni belə deyərdim də gənclər yetişdirirsiniz, tələbələriniz var və o tələbələri biz inşaat proqramımızda da təbii ki dəvət edirik, tanış oluruq. İstəyərdim bax gənclərin ümumiyyətlə bu sahəyə marağı nə dərəcədədir, maraq göstərirlərmi? Bu barədə danışardıq və öz tələbələriniz və təlimlər haqqında məlumat verərdik. Çünki bizi dinləyən indi dinləyicilərimiz arasında da təbii ki maraq göstərənlər ola bilər. Mən belə deyim də sizə, çox populyar sahə olub artıq dizayn sahəsi. Çünki mən dünən fikir verdim, bir valideyn uşağını gətirib və deyir ki, mənim qızım oxumur. Oxumadı. Mən istəyirdim ki, o ingilis dili müəlliməsi olsun, amma oxumadı və bal yığa bilmədi. Heç olmasa proqram öyrənib bir məslək sahibi olsun, bir iş sahibi olsun. Mən də baxıram üzünə ki, bu nə qədər mənfi yanaşmadır da, bunu pul qazanmaq kimi bəzən gördükləri üçün çox məşhurlaşdı. Əgər bunu pul qazanan tərəf kimi görürlərsə, məncə heç bir tələbə, heç bir valideyn oradan bir xeyir, uğur gözləməsin. Çünki istənilən sahənin inkişafı üçün birinci tələbənin, öyrənənin ona şəxsən meyli olmalıdır və öz bacarığı olmalıdır. Düz biz hamımız doğulduğumuz 3-5 yaşından nəyisə eskiz eləmirik və yaxud da ki, hansısa proqramları biz 7-ci, 8-ci sinifdən bilmirik. Amma ən azından valideynlər bizə şərait yaratsa ki, biz böyüyəndə nə olmaq istəyirik və arxamızda dayansınlar. Belə tələbələr bizə gələndə, bu cür, yəni artıq özündə bir istedadı olan və yaxud xəyalları olan tələbə gələndə çox uğur qazanır. Biz də dəstək oluruq və qısa müddətdə o bəzən sosial mediada var. Mən buradan yeri gəlmişkən belə isyanda eləyim. Yəni yazırlar, eləyirlər 3 aya dizayner ol, 2 aya memar ol, 5 aya O sosial şəbəkədə problemlər çoxdur. Hətta biz alladırlar. Yəni mən çox belə təəssüf hiss edirəm ki, alladırlar. Və bizim tələbələr də baxmırlar 3-ə, 5-ə, fikirləşirlər ki, həmin 2 aya çox mən peşəkar ola bilərəm. Hətta bəzi təmir şirkətləri var ki, 150 manata ekonom paket satırlar. Halbuki 150 manat orada işçilik xərcləri var. Heç xərci deyil. Bəli. Buna qaçan, rəqəmə qaçan müştəri və yaxud da rəqəmə qaçan tələbə olduğu təqdirdə ondan heç nə gözlənilmir. Əslində bu sahədə problemlər çoxdur. Danışdıqca bəlkə saatlar lazımdır. Bəli. Mən istəyirdim efirimizdə çox az vaxt qalıb, son 2 dəqiqəmiz qalıb. Bir dənə də dinləyicimizin sualını səsləndirək, daha sonra sağollaşaq. Yazıb dinləyicimiz 26-28 nömrəsindən dinləyicimiz yazmışdı. Təmir işlərində ən çox rast gəldiyiniz müştəri səhvləri hansılardır? Müştəri səhvləri. Müştərinin yeganə səhvi ustaya inanmaqdır. Başqa səhvi yoxdur. Mən bundan şikayətim. Dırnaqarası ustalar, bütün ustaları artıq mən adını buna kölgəyə çox salır. yanaşıram və bu artıq məni yorur. Müştərinin tək səhvi
ustaya inanmaqdır. Usta işini çox yaxşı görə bilər, amma usta texniki tərəfi bilər, nəyisə düzüb qoşmağı bilər, söküb dağıtmağı bilər, amma usta funksionallıq bilmir, rahatçılıq bilmir. Vəssalam, müştərinin yeganə səhvi budur. Təşəkkür edirik Afa xanım, bizimlə bərabər olduğunuz üçün. Düşünürəm ki, dinləyicilərimizə də faydalı ola bildik. Sizə minnətdaram. Təşəkkür edirik. Bəli. Və bu gün sualımızı səsləndirək bir daha son olaraq və qalibimizi elan edək. Azərbaycanın ilk texnoparkı harda yerləşir? Sumqayıt, Gəncə, Bakı. Bəli, dinləyicilərimiz indi bizi dinləyənlər bilir ki, çoxu Bakı yazmışdı, amma digər dinləyicilərimizdən bir neçəsi Sumqayıt qeyd etmişdi. Sadəcə olaraq 3 doğru cavabı yazan dinləyicimiz 9100 nömrəsindən oldu və təbii ki, cavab Sumqayıt idi. Digər dinləyicilərimiz də doğru cavabı yazanlar da üzülməsinlər, çünki bu gün bizim 9100 nömrəsindən qalibimiz kimi siz qalib ola bilərsiniz. Sadəcə olaraq düyməni ilk tıklamaq lazımdır və düzgün cavabı ilk yazmaq lazımdır. Biz burada saniyə, dəqiqə söhbətini də nəzərə alırıq. Bəli, Texnopark demiş, Sumqayıtda Sumqayıt Kimya Sənaye Parkından söhbət gedir. Bəli. Yeri gəlmiş ki, onu da qeyd edək. Bəli. Belə, bu günlük də sağollaşırıq əziz dinləyicilərimiz. Sabah qismət olarsa yenə maraqlı mövzu, studiyamızda qonağımız və yeni bir sualla, hədiyyələrlə dinləyicilərimizin görüşünə gələcək. Bəli, bəli. Sabah da bizi dinləyin ki, bizim qonağımızla biznesin nəbzini bərabər tutasınız. Sağ olun, özünüzə yaxşı baxın.